Alemlerin Rəbbi olan Allah Azza və Cəlləyə həmd və sənalar olsun. Onun Rəsulü ki, Cahan Günəş Əfəndimiz Hz. Muhammed Mustafa sallallahu aleyhi və səlləmə və onun əhl-i beytinə salat-ı şəriflər olsun. Allahın rəhməti, bərəkəti, mağfirəti cümləmizin və bütün ümmət-i Muhammedin üzərinə olsun. Əziz, dəyərli qardaşlar, Qurban bayramı gəlməkdədir. Artıq sayılı günlər qalıb. İnşallah biz hər il olduğu kimi xatırlatmaq faydası vardır. İldə bir dəfə olduğu üçün müəyyən bir istər fiqhi məsələlər olsun, istər də bir işi görərkən ədəb məsələlər olsun, onlara diqqət etməliyik. Yəni bilirsiniz ki, ibadət var, yəni İslam alimlərinin qoyduğu və ayətlər və hədislər üzərində təbii ki, canı ilə olan ibadət vardır, mal ilə olan ibadət vardır, həm can ilə, həm də mal ilə olan ibadət vardır. Məsəl üçün, hacca gedən qardaşlarımız, bacılarımız həm canı ilə, həm malı ilə ibadət etmiş olurlar. Bayram günləri isə inşallah malı ilə ibadət etmiş olacaq Allahın izi ilə. Amma o ibadəti edərkən də yəni İslamın ədəbini, İslamın ərkanını unutmamaq lazımdır. Ona görə müəyyən məsələlərə inşallah girəcəyik. İnşallah Rəbbim bizləri gözəl bir şəkildə bayrama çatdırmağı nəsib eləsin və kəsəcəyimiz o ibadət olan qurbanımızı gözəl bir şəkildə ihya eləməyi, yəni kəsməyi nəsib eləsin. Qardaşlar, qurban bilirsiniz ki, bizim bu hər il bəzən daha aşırı səviyyədə və yaxud da az bir səviyyədə olur. Yəni anti-İslamcılar öz nəfslərinə uyğun günlərdə kəsəcəyi heyvanlara deməzlər, amma qurban gələndə mərhəmət damarları qabarar göyə, dırnaq arası. Yəni Allahın halal buyurduğu və ədəb olaraq da deyəcəyimiz də nədir ki, onlara diqqət etdiyimiz zaman əlbəttə bir ibadəti, bir işi gözəl etmiş olarsan. Misal üçün, rastlaşdığımız bəzi görüntülərdən misal vermək istəyirəm ki, ona o işi görən el arasında dediyimiz qəssablar diqqət eləməlidir ki, adam kəsəcəyi heyvanı axşamdan bağlamış, elə şəkildə ipdən bağlamış ki, yəni o heyvan otura da bilmir heç. Və onu da paylaşırlar. Bilirsiniz ki, hər kəsin baxış bucağı indi. Qarşıma bir video çıxdı, onu üzərindən biraz az da olsa mütaliə eləmək istəyirəm. O kəsən insanlara bunları başa salmaq lazımdır ki, sənin ixtiyarın yoxdur, onun ətini yediyin heyvana zülm verəsin. Adam axşamdan bağlayır heyvanı ora, indi bunu qışda da görmüşük, soyuqda, boranda. Yayda da ki, yenə özünə, hər fəslinin öz çətinliyi var. Bir yaxında deyərkən, dünən qarşıma bir video çıxdı. Heyvanın başını elə şəkildə bağlayıb ki, o durbaya deyilmi, nəsə bir yerə deyilmi, heyvan hətta otura da bilmir. Saatlərdən ayaqda qalır, heyvana zülm verir. Onun haqqı var. İnan ki, o heyvan qiyamət günü onun haqqısını istəyəcəkdir. Yəni, zülm yerdə qalmayacaqdır. Allah onu sənə halal etmiş, ətini halal etmiş, gözəl bir şəkildə ona incitmədən, zülm vermədən zaten o heyvanın yaradılış məqsədidir. Allah Azze və Cəllə bütün gördüyümüz bəşəriyyətdə nə varsa, hər şey insana xidmət etmək üçün yaratmışdır. Bir insanı özünə qul olaraq yaratmışdır. Amma bütün hər şey insana xidmət etmək üçün yaratmışdır. Hər bir şey, istər nəbatət bitki olsun, istər heyvanat olsun, yəni onun südü, onun əti, onun yunu, onun dərisi, hamısı insana xidmət edir. Amma sən ona zülm etməməlisən. Və bəzi heyvanlar haqqını istəyəcək, alacaq və sonra torpaq olacaq deyir. Baxdığımız zaman hədis şərhlərdə. Yəni bu bir gördüyümüzdən bir misal olaraq start vermək istəyirəm bundan ki, əziz dəyərli qardaşlar, çox o yöndə ehtiyatlı olmalıyıq.
Yəni qurban kəsərkən belə bu Rəbbimə bir hədiyyədir, Rəbbim üçün edirəm deyib, hətta onun gözünü bağlamaq belə bir ədəbdir, ona o yöndə. Niyə görə indi inşallah toxunacaq burada? Qurban kəsəcəyimiz zaman qurbanın düşən heyvanların şərtləri var. Çünki indi oxuyacağımız ayətdə Allah nə deyir? Hac surəsinin 37-ci ayətindən başlamış oluruq ki, Allah Azze ve Celle belə buyurur, onların nə əti, nə də qanı əlbəttə Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır. Səmimi qəlbdən etdiyiniz ibadətdir. Allah sizi doğru yola yönəltdiyi, yəni sizə həccin əmrlərini göstərdiyi üçün onun layiqincə uca tutasınız deyə bunları sizə belə ram etdi. Ey Muhammed sallallahu aleyhi ve sellem, ihsan edənlərə cənnətlə müjdə ver. Yəni, bizim kəsəcəyimiz, verəcəyimiz, istər sədəqə, istər zəkat olsun, və yaxud da kəsəcəyimiz heyvan nə əti, nə qan Allaha çatar. Yalnız qəlbində tutduğun onun üçün rıza, ixlas dediyimiz Allah rızası çatar, təqva çatar. Ona görə o şeylərə diqqət etdiyimiz zamanda, yəni kəsdiyimiz zamanda bu əməllərə diqqət etməliyik. Bəzən anti-İslamcılar sosial şəbəkələrdə görürük və çox da qınayırıq təbii ki, və o yöndə də qınayırıq ki, əhli olmayanları çıxardıb orada danışdırırlar. Yəni işin əhliləri qalıb qıraqda, sosial mediada heç əlaqəsi olmayanlar qurbandan danışır. Yəni hər kəs öz işinlə məşğul olsa daha gözəl olar təbii ki. Yəni bu da mən inanmıram ki, toplum əlbəttə onlara uyanlar kimlər olacaq? İslamı sevməyənlər. Yəni adam çıxıb danışır ki, yəni orada məqsəd, əlbəttə bir ibadətin hikməti var orada. Onu deyə bilərsən. Amma adam Allahın ayətlərini, İbrahim Aleyhisselamın ritüalını, onun bizdən gələn, İbrahim atamızdan gələn o ibadəti küçümsəyərək, yəni İslamdan çıxartmaq istəyir. Yəni Allah həmd olsun, ağıllı bir müsəlman, ağıllı bir mömin, fərasətli bir mömin, ona həmən bilər ki, orada şeytanın hiləsi var. Əlləşirlər, vuruşurlar ki, ancaq müsəlmanın etdiyində bir xata tutsunlar. Yəni özlərinin etdiyi əməlləri gələndə vururlar, qırırlar, kəsirlər, heç nə yaxşı deyil göstərirlər. Amma yəni Allahın halal buyurduğu olan əməllərə isə eybəcər bir şəkildə təqdim edilir. Ona görə çalışmaq lazım ki, maarifləmək lazımdır. Ətrafımızı, soruşan insanlara, qonşulara, qohumlara maarifləndirmək lazımdır. Bu bir ibadətdir. Baxın, necə ki, bax, Peyğəmbər Əfəndimiz sallallahu aleyhi ve sellem nə deyir? Namazın məndən necə gördünüz, elə qılın deyir. Görün, 14 əsr bundan əvvəl hər kəs öz kafasına görə, öz bildiyinə görə, namazda mən belə huşu alıram, mən belə qılmalıyam desə, namazı pozulur. Hər kəs özündən bir şey uydursa, din mi qalar? Qalmaz. Ona görə, qardaş, iman etdin mi Qurana? Qurana and içsən yerəcəm, Quran haqqı deyirsən. Qurana inanırsan mı? İman etmişsən deməkdir. Quranda budur, belədir, vəssalam. Allahın əmr bir marufu ayətləri, elə ayətləri var ki, nəhyən münker, yaxşılığı əmr edən, pislikdən çəkindirən. Orada ancaq təslimiyət gərəkir. Yəni onu artıq əksik qurcaladınsa, yəni yolun azmışlardan olursan, dindən çıxmış olursan. Bəzi məsələlərdə əlbəttə ki, təfsirlə girirsən, araşdırırsan, yəni La ilahə illallah, Allah təkdir, Allahdan başqa ilah yoxdur. Onu qurcalaya bilməzsin başqa. Qurcalayanlar, onun üstünə gedib bir şey axtaranlar yolunu azırlar əlbəttə ki. Yəni Allahın bəzi hökmləri var ki, apaçıqdır yəni. Yəni o qissələrdən bir qissədir ki, İbrahim aleyhisselam, İsmail aleyhisselam qissəsi də keçir. Və ümmətə bir örnəkdir. Və Peyğəmbər Əfəndimiz sallallahu əleyhi və səlləm Kəvsər surəsi var. Fəsalli li rabbikə vənhər.
Namaz qıl və qurban kəs. Və ümmətinə də bunu imkanlı olanlara vacib buyurdu. İmkanı olub kəsməyənlər bizim namazgaha yaxınlaşmasın dedi. Bunu Peyğəmbər dedi. Sən Peyğəmbərin sözünü burada oynayırsansa, sözün kəlmələrdən oynayırsansa, o sənin dininlə alaydır demək ki. Sənin dininlə o, belə deyək, Peyğəmbərdən xata axtarır. Demək ki, onun başqadır məqsədi. Ona görə də mariflənmək lazımdır. Ki, bu qurbanda məqsəd nədir? Burada ibadət, yəni başqa heyvan kəssəydi olmazdımı? Xeyr. Ona görə bəzi məsələlər var ki, hökümlər var ki, dəqiq bilinir. Peyğəmbər Əfəndimiz sallallahu aleyhi ve sellem Həsən bin Əli radiyallahu tərəfdən rəvayət olunur. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Baxın, müjdəsi. Kim könül xoşluğu ilə və savabını Allahdan umaraq qurban kəsərsə, bu onun üçün cəhənnəm ateşinə qarşı bir pərdə olar. Yəni, edəcəyimiz hər bir işdə Allah Azze və Cəllə öz qulunu özündən yaxşı tanıdığı üçün həm də bir mükafat var. Allah vədinə sadiqdir. Allah vəd edir. Allah öz yaratdığı qullarına bunu edin, bunu etməyin. Bunu edərkən belə onun nə vəd verir? Onun mükafat olaraq vəd verir. Hələ bu bizim dünyada olan xeyrimizi qoyuruq qıraq hələ. Dünyada olan xeyr nədir? Nə qədər insanlar var ki, bəlkə aylardan evinə ət girmir. Bax, paylaşımdır. Gör, nə gözəldir İslam dini. Paylaşım dinidir. Dünyada olan xeyri budur. Yəni, insanlar eyni səviyyədə bugün sən ancaq hər gün ət pişirirsən, amma o aylardan ət pişirmir. Ən azından o əti paylayarkən belə o hissləri və ona sənə bir elə bir ki, sanki bir zehinni yeniləmiş olursan ki, necə ki, Ramazan ayında etdiyimiz savab əməllər var ha, bizim başqa aylara yansımalıdır kimi bir məntiq var, özümüzü tərbiyə eləmək üçün, o 11 ayında. Qurbanda da necə ki, əti paylaşırsan ha, Allah Resulü sallallahu aleyhi ve sellemin buyurduğu kimi, qoyunşusu ac ikən özü tox olan bizdən deyilir. Yəni, bugün qurban bizə fədakarlığı öyrətməlidir, paylaşmağı öyrətməlidir. Kasıbları necə düşünürüksə, qurbandan sonra da o halı, o imanı bizə verməlidir. O düşüncəni, o təfəkkürü yerləşdirməlidir. O yöndən inşallah o zaman nə olur? Nəfsimiz də tərbiyə etmiş olarıq. Qurbanda hikmət nədir? Əlbəttə ki, bir məna olaraq biz bunu hər zaman namaz mövzusunda da söyləyirik ki, bilirsiniz ki, bunu həkimlər daha gözəl bilir. Namazda olan hərəkətlər necə ki, insanın sağlamlığından, sihətinə nə qədər xeyri var. Amma əlbəttə ki, biz namazı sihət tapmaq üçün qılmırıq. Biz orucumuzu sağlam olaraq deyə tutmuruq. Olağın deyə tutmuruq. Əslində orada bir Allahın əmri var. Vacibiyyatı var. İndi eynən də bu qurbanı kəsərkən bizim məqsədimiz ət yemək deyil orada. Orada başqa mənəvi mesajlar var. Orada paylaşım hisslərimizi bayaq dediyim kimi çoxaltmaq, imanımızı gücləndirmək. Bir də ki, ən önəmli olan o bir ibadətdir. Qurban kəsmək can ilə, mal ilə olunan bir ibadətdir. Bəzi fikri məsələlər və verilən suallara cavab olaraq inşallah həm də buradan bir xatırlatmış olarıq. Qurban heyvanlar hansı heyvanlardan kəsilməlidir və yaşı nə olmalıdır? Bir yeniləyək bilgimizi inşallah. Qurban bildiyimiz kimi, yəni kiçik baş, böyük baş deyə bölünür iki yerə. Kiçik baş dediyimiz zaman, bax, yalnız bu heyvanlardan qoyun və qoç kimi və keçi, kiçik baş dediyimiz bunlardan, çünki vaxtı ilə qınamaq da olmaz. Soruşanlar olubdur ki, yəni böyük bir hinduşka dediyimiz, xoruz dediyimiz, bundan qurban olmaz mı? Olmaz. Az öncə söylədiyimiz kimi,
Məndən namazı necə gördünüz, elə qılın misalı. Orada qoç məsələsi var. Orada böyükbaş və hətta indi hədis oxuyacağım inşallah. O böyükbaş heyvanın da kəsilməsində haqqında hədis var. Birbaşa sahabədən. Yəni, biz İslam dininin əməl edərkən özümüzdən, öz kafamızdan deyil də Quran və sünnət işığından gəlir o bilgilər. Oradan alırıq. Oradan almarıqsa, hər kəs özünə, öz başına görə dini yaşayarsa, o da din qalmaz. Ona görə kəsəcəyimiz heyvanları, kiçik baş dediyimiz zaman qoyun və qoç və keçi olmalıdır və qoyun 1 yaşını tamamlamalıdır. Bəzən də 6 aylıq bəzən quzular var ki, 1 yaş kimi görünür. O da caizdir. 6 aylıq heyvan var ki, qoyun var ki, 1 yaş kimi görünür. O da caizdir. Amma keçi 1 yaş və daha çox olmalıdır. Orada da indi o heyvanı bəsləyənlər, daha gözəl, heyvandarlıqla məşğul olunsunlar, daha gözəl bilir. O inkişafla əlaqəli bir şeydir hər halda. Və böyük baş dediyimiz inəkdir. Yəni, artıq cöngə deyirik, bəzi yerlərə görə dəyişir. Öküz dediyimiz, cöngə dediyimiz, büyə dediyimiz, bilirsiniz ki, dişi mala ayrı ad deyirlər. Yəni, mal cinsindən, camış cinsindən olan bir də dəvə cinsindən olan heyvanlardan kəsilməlidir. İnək dediyimiz o cinsdən 2 yaşını tamamlamalıdır və 7 nəfər kəsə bilər. 7 nəfərə kimi şərikli olub kəsə bilər. Desən ki, ay müəllim, mən özüm tək kəssəm, tək də kəsə bilərsin. O sənin imkanına baxır. Amma sadəcə olaraq bu bir ruhsatdır ki, yəni 7 nəfər şərik ola bilər. Məsələn, qoça, qoyuna, keçiyə 1 nəfərdən artıq şərik ola bilməz. Demək, 1 nəfər ki, qoçu kəsə bilmirsə, keçini kəsə bilmirsə, demək ki, ona vacib deyildir. Ondan vacib hökmü götürülmüşdür. Çünki imkanı yoxdur deməkdir. Amma adam var ki, məsəl üçün 7 nəfərə şərik ola bilir, məsəl üçün. O şəkildə kəsə də bilər və yaxud da tək də onu kəsə bilər. Dəvə isə 5 yaşı, bir də bəzi rəvayət, yəni görüşlərə görə 4 yaşı tamamlanmalıdır. Dəvəni də yenə elə, yəni 7 nəfərə kimi kəsə bilər. Cabir bin Abdullah belə nəql edir. Hüdeybiyyədə Rasulullah sallallahu aleyhi və səlləmlə birlikdə qurban kəsdik. Bax, yəni sahabədən gələn rəvayət onların etdiyi əməllər. Dəvəni də, inəyi də 7 nəfər üçün kəsdik dedi. Yəni, işte oradan götürür dəlillər. 7 nəfər sözü hardan gəlir? İşte bunun dəlili. Və bəzən qurbanı kəsərkən bəzi yanlış məlumatlar var. İnşallah ona toxunacaq. Məsəl üçün, bəzən sual verirlər ki, bu qoyuna da daxildir, inəyə də daxildir. Sanki elə sual verir ki, dişi mal qurban kəsilməz. Əsla və əsla yanlış bir şeydir. Yanlış bilgidir, bəli. Dişi maldan da qurban olar, sadəcə olaraq. Bu, biz kəsim yerlərində şahid olduq, gördük. Əlbəttə ki, onları qaytarzırdıq. Toplu bir kəsim yerində iştirak etdiyimizdən dolayı deyirəm. Yəni, satan adam göz yumur deyimmi, yoxsa nə işsə Allahdan qullanırsa girəmək istəmirəm. Boğaz heyvan gətirib orada qurban kəsmək olmaz. Nə qədər olmasa onun sahibi bilir ki, bu heyvan boğazdır. Olmaz yəni. Rast gəldiyim üçün söyləyirəm bunu. Yəni, bu şeylərə diqqət olmalıdır. Və qurban kəsərkən bilirsiniz ki, Allah üçün bir şey hədiyyə etdiyimiz zaman sevdiyimiz insana ən gözəlindən veririk. Yəni, Allah Azza və Cəllə hədiyyə et, Allahın onun rızasını üçün kəsdiyimiz heyvanda ən gözəlini verməliyik və ən gözəlini kəsməliyik. İndi orada ən gözəl deyərkən nəyi qəsd edirik? Qurbana hasılar düşməz deyə onu qəsd edirik. Boynuzu sınıq, kəsik, bir kəsb, yəni topal şəkildə, axsayacaq şəkildə. Yəni onu adam heyvanların içində seçir. Bu heyvan çox yaşamayacaq, bunu elə qurban deyim, kəsim.
Təbii ki, adam inanmağı gəlmir belə insanlara. Olarsa olmaz yəni. Amma cüzi bir, belə deyək, axsaqlığı varsa, ayağına daş dəyibdir, gətirəndə mi, aparanda mı? Və yaxud da bir savaşarkən bir heyvandırlar. Buynuzun bir yeri qopubdur, o, belə deyək, şikəst sayılmaz yəni. Yəni düşər, qurbanlığa düşər. Orada heç bir problem yoxdur. Bir də sonlara onu söyleyeyim inşallah. Qurban kəsilərkən qurbanı 3 hissəyə bölmə deyə bir qayda var. Əlbəttə ki, orada yenə deyirik, vacib, fərz deyə bir şey yoxdur. Amma bu işin ədəbi var. Yəni, qurban bir paylaşımdırsa, onun kasıb insanlara, ehtiyac sahiblərinə verməkdirsə, o bayramı hər kəs yaşasın deyiriksə, bu şeylərə diqqət eləməliyik. Məsələn, qurban kəsinlər, kəsdiyi qurbanları ancaq depoluyurlar xaldeniklərə. Yəni, o ibadətdə o huşu, o sevinç, o enerji kəsən adam alca, nə qədər alca Allah aləm. Bir də var ki, onu payladığı zaman, daha çox payladığı zaman o feyzi daha çox almış olur. Bu, səmimi etiraf eləmək lazımdır. Amma bu işin itidal yolunu deyək ki, 3 hissəyə bölünməlidir. Kasıblar, qohumlar və öz ailəsi. Mən kəsib, müəllim, mən bu qurbanı kəsib hamısını paylayacağım. Payla, amma mütləq ailənə də ver. Mütləq ailənə də ver. O kəsdiyin o qurbanı ətindən ailənə də ver. Buna da diqqət olunmalıdır. Tamamən də mən ehtiyacım yoxdur ətə, xeyr. Allah üçün kəsdiyin o qurbanı ətindən ailənə də yedizdir. O mütləqdir, o da eləmək lazımdır onu. Bəzən sonlara onu söyleyeyim ki, əziz qardaşlar, bilirsiniz ki, Zilhiccə ayındayıq. Allah həmd olsun. Allah bu ayları gözəl bir şəkildə dəyərləndirməyi, Rəbbim inşallah hal-hazırda hac ibadətində olan bacı və qardaşlarımızın bütün ibadətlərini, hacını qəbul etsin. Rəbbim inşallah sağ-salamat evlərinə dönməyi nəsib eləsin. Yəni, bəzi məsələlər var ki, ona toxunmaq istəyirəm, az da olsa. O suallardan da biri odur ki, saç kəsmək, tırnaq kəsmək məsələsi. Sual gəlir bizə. Bilirsiniz ki, haccın rükunları vardır. O hərəsinin öz hökmləri vardır. Yəni, vacibdir, fərzdir. Bu kimi rükunlar hacca gedənə aiddir. Bunu bir mənalı bilin. Bax, bunu özərin üstündə dururum. Odan mesaj vermiş olurum. Hacca gedənlərin aiddir ki, vacibatı yerinə yetirməsə, fərzləri yerinə yetirməsə, rükunlarda haccı səhih deyilir. Elə bir ki, namazı dosdoğru qılmamış orada, misal. Amma bizə isə savabdır, müstəhəbdir, gözəl əməldir deyə bilərik ki, yəni, hal-hazırda qurban kəsiminə qədər kimsə dırnağını kəsmirsə, saçını tutmursa, yəni qırxmırsa, o onun üçün vacib deyilir. Gözəl əməldir, müstəhəbdir, eləsə gözəldir. İnşallah orada da hikmət vardır, şahidlik vardır. Bütün vücudun şahid olması, necə ki, hədis şərifdə onun kəsəcəyimiz heyvanın tükü, onun dırnağı bizim üçün inşallah bir şəfaətçidir. Allah rızası olmuşsa şəfaətçidir. Yəni bu şeydə diqqət edin deyə mesaj vermiş olduq. Və İnşallah bayramdan bir gün əvvəl, özəlliklə də tarixi söyləyirəm, 26-sına düşür, 27-si bayram da bilirsiniz, 26-sı Arafa günü. O orucun savabını inşallah qaçırmayağın. Yəni Allah hər kəsə bilmək olmaz, gələn biz qurban bayramına çıxacaq, çıxmayacaq. Ona görə dəyərləndirəyin. Peyğəmbər Əfəndimiz s.ə.v Arafa günü tutulan orucun fəziləti haqqında deyir ki, Arafa günü tutulan oruç 1000 günlük nafilə oruca bədəldir. Başqa bir hədisdə Arafa günü tutulacaq orucun öncəki və sonraki ilin günahlarına kəffarət olacağını Allahdan ümid edilir. Yəni inşallah o orucumuzda inşallah tutağın və bir-birimizə xatırladağın onu da söyleyeyim. Təşrik təşbirləri deyə Arafa günün son sübh vaxtından etibarən, sabah namazından etibarən bayramın 4-cü günü əsr namazından kimi təşrik, təşbirlərini unutmayalım. Bir dəfə təşrik, təşbir gətirmək nədir? Vacibdir üzərimizə. Hər fərz namazdan sonra inşallah onu
eləyəcəyik Allahın iznilə.